yaşda uşaqlar bloklar vasitəsilə kodlar yazırlar və onlar bir növ hazırladıkları Lego kimi Lego şəklində kodları blokların içərisinə yerləşdirirlər. Mən Sara Hüseyn qızı Quliyeva, sizi Arya Akademiyanın 28 may filialından salamlayıram. Hal-hazırda biz FileMaker dərsindəyik. Bugünkü dərsimizdə biz yük qaldırması üçün olan platformanı hazırlayacağıq. Həmin o platformaların sənayedə əhəmiyyəti, gəmi qayırma, tikinti sənayesində ağır yüklərin bir yerdən başqa yerə daha asan və daha sürətli şəkildə getməsi üçün hazırlanır. Gördüyünüz kimi şagirdlərimiz hal-hazırda konstruksiyanın böyük hissəsini hazırlayıblar. Burada onların servomotorları var. Servomotorlar sayəsində həmin ortada olan ağırlığın qoyulacağı mərkəz hərəkət etdirilir. Həmin hərəkətləri isə biz bugün rocker modul və batınla birlikdə istifadə edəcəyik. Lego tətbiqində kodlar bloklar vasitəsilə yazılır. Bu yaşda uşaqlar bloklar vasitəsilə kodlar yazırlar və onlar bir növ hazırladıkları Lego kimi Lego şəklində kodları blokların içərisinə yerləşdirirlər.